Salamlayıram bizi izləyən bütün izləyiciləri. Hansı mövzu haqqında müzakirə aparacağıq? Hər zaman cəmiyyətimizdə bir-birinə belə deyək ki, insanların bəzən sən nevrozsan, digərinə deyirsən psixozsan. Əslində bu ciddi bir psixiatrik xəstəlikdir, psixiatrik pozuntudur. Adında nerv işarəsi olsa da bu nevroloji xəstəlik, yəni nevropatoloqun, nevroloqun müalicə etdiyi xəstəliklər deyil. Xəstəliklərin beynəlxalq təsnifatı üzrə və DSM üzrə bu xəstəliklər sırf psixiatrik pozuntudur. Diaqnozu həkim-psixiatr tərəfindən təyin edilir və müalicəsi həkim-psixiatr tərəfindən aparılır. Belə deyək ki, möhürlü, peçatlı reseptlər əsnasında müalicəsi təyin olunan xəstəliklərdir. Hansı xəstəliklər ki, ilk növbədə bu xəstəliklərin adını açıqlayım. Psixoz dedikdə psixotik pozuntular deyirik. Köhnə nomenklatura ilə psixoz deyilirdi. O şəkilçisi parçalanma deməkdir. Nevroz isə nevrotik pozuntular deməkdir. Ümumiyyətlə, psixotik pozuntulara, psixozlara nə daxil edilir? Şizofreniya, şizoaffektiv pozuntu, bipolar affektiv pozuntu, doğumdan sonraki psixoz, baş beyin üzvü xəstəlikləri, insult, travmadan sonra hər hansısa bir infeksiyon xəstəlikdən sonra yaranan psixozlar, həmçinin burada dissosiativ konversiyon pozuntu zamanı müşahidə olunan psixozlar, eyni zamanda epilepsiya zamanı müşahidə olunan psixozlar, digər tərəfdən bura major depressiv epizod, yəni böyük depressiyalar zamanı müşahidə olunan psixotik pozuntuları bu qrupa daxil edirik. Yəni çox genişdir. Bəli, yəni xəstəliyin kliniki gedişatı zamanı psixotik əlamətlər, psixozlar müşahidə olunur. Yəni sayıqlama ideyaları, halüsinasiyalar, paranoyalar olur. Bunlar psixotik pozuntulardır. Hər bir cəmiyyətimizin üzvü bilir ki, bunu psixiatr müalicə edir. Digər nevrotik pozuntular, nevrozlar deyirik. Bunlara daxil edilir. Panik atak, panik pozuntu, həyəcan təşviş pozuntusu, hansı ki cəmiyyətimizdə hal-hazırda anksiyetə deyilir, axtarış verilir. Dissosiativ konversiyon pozuntu, obsessiv kompulsiv pozuntu, tik pozuntusu, Tourette sindromu, eyni zamanda qıcıqlanmış bağırsaq sindromu və adını çəkə bilərik burada, deyə bilərik ki, somatoform ağrı pozuntular, fibromiyalgiyalar və eyni bu qəbildən bir sıra xəstəliklərdir. Bunlar da nevrotik pozuntulardır. Xəstəliklərin beynəlxalq təsnifatı üzrə sırf psixiatrik pozuntudur və müalicəsi həkim-psixiatr tərəfindən aparılır. Və nədən bəhs edəcəyəm bugün? Bugün cəmiyyətimizdə psixiatr adı psixiatriya damğalandığı üçün əksərən bizə müraciət etmiş pasiyentlər Günay xanım çox gecikmiş mərhələdə gəlirlər. Adını sadaladığım bu xəstəliklərlə bağlı müxtəlif ixtisaslı həkimlərdə, endokrinoloq, kardioloq, xüsusən nevroloqlarda müalicə olurlar və yaxud da qorxurlar, deyirlər, bəlkə bədəninə cin girib, ekstrasensə gedirlər, mollaya gedirlər, falçıya gedirlər. Doktor, getdim, cinli də çıxartdım, falçıya da getdim, mollaya da getdim, çıldaq da olundu, amma xeyri olmadı. Bizə qaydanda xəstələr çox xronikləşmiş, xəstəliyin klinik əlamətləri çox dərinləşmiş vəziyyətdə qayıdırlar. Bəli, çox təəssüf ki, digər ixtisaslı mütəxəssislər tərəfindən bu xəstəliyin müalicəsi, belə deyək, xəstəliyə individual olmayan dozada başlanılır. Çünki onlar həkim-psixiatr deyirlər, biraz bizim dərmanlardan qorxuları var, dozalamanı yetərincə verə bilmirlər və xəstəlik bizə qaydanda xronikləşmiş olur. Mənim telefonumda var müayinələrdə. Bəli, ki qalaq-qalaq belə deyək, qat-qat belə deyək, reseptlərlə, müayinə kağızları ilə müraciət edirlər. Analizlər, MRT-lər. Bəli, halbuki bəzən bizim xəstəliklərin heç belə deyək, göstəricisində heç o analizlərə və müayinələrə ehtiyac olmur. Həmin o sizin elə göz müayinəniz yetərli olur və həmin pasientlə söhbət təbii ki. Xəstəliyi uzadırlar və lazımsız müayinələrdən keçirilmiş olurlar. Baş beyin müayinəsi, EEG müayinəsi, KT müayinəsi, ürəklə bağlı olaraq dəfələrlə en qədər ixtisaslı həkimlərdə olur. Aytan xanım, əksər hallarda belə olur. Çünki mən bizə yazılan şərhlərin hamısını, mesajların hamısını bir-bir özüm incələdiyimə görə görürəm ki, yəni bu pasientlər, bayaq mən sadaladığım, Aytan xanımın sadaladığı bu pozuntular hamısı, bu diaqnozlar, hansı ki, həkim-psixiatr bunları müalicə etməlidir. Çox zaman digər həkimlərə səhvən müraciət əsnasında mədə-bağırsaq həkimi tərəfindən, kardioloq, ürək həkimi tərəfindən və yaxud da belə deyək, terapevt tərəfindən müalicə olmağa çalışır, amma sonda heç bir nəticə olmadığında bütün bunların məhz həkim-psixiatra aid olduğu bəlli olur. Çox təəssüf ki, çox zaman daha ağırlaşmış formada sizə müraciət eləyirlər. Ümumiyyətlə, mən qeyd etmək istərdim ki, buradan necə olur bu xəstəliklər başlayır? Biz burada bir həyəcan təbliğ çalaq və bizi izləyən valideynlər
yeniyetmələrin belə deyək valideynləri eyni zamanda evlərində hansı ki bu xəstəlik olub, lakin bunun fərqinə varmayan insanlar var. Bizə çox gecikmiş mərhələdə gəlirlər. Bəzən qızlarına ərə verirlər. Günay xanım, müayinə etapında bəzən konfliktli yaranır, qaynana gəlir, belə deyək ki, qızın anası gəlir. Ailə qurmazdan əvvəl belə deyildi, sonradan yarandı. Oldu, ana isə inkar edir. Bəli. Niyə və belə? Yaxud da hamiləlikdən sonra baş qaldırdı ana bu da nə deyir? tədbirlər. Deyir, belə deyildi mənim qızım və yaxud da çox belə böyük biz müayinə etapında bəzən konfliktli məqamlar yaşayırıq. Bəli. Və çalışırıq ki, bu halda da belə deyək ki, bizim məqsədimiz pasiyenti müalicə etməkdir. Əsas Bizim məsələ olacaq. məqsədimiz bundan ibarətdir. Bəzən ona görə də diaqnozların bizdə təyin etmək müayinə etapında çox çətinlik törədir. Məcburuq konfidensial saxlayaq. Ona görə adətən mənim reseptlərim olan şəxslər bilir. Nevrotik pozuntusa reseptin üzərinə mütləq yazıram. Bəzən psixotik pozuntularda da təyin etməməyimin səbəbi reseptin pasiyentin əlinə və ya da kənar şəxslərin əlinə düşməməyi, düşdüyü təqdirdə konfidensiallığın pozulmamasıdır. Və bizim xəstəliklərdə ən çətinlik törədən diaqnozu düzgün təyin edilməmiş, lakin başlayırlar müalicəyə. Bu halda artıq fəsadlar formalaşır. Gələk mövzuya buradan girək ki, Günay xanım, ümumiyyətlə psixotik pozuntular, psixozlar və nevrotik pozuntular, nevrozlar necə olur başlayır? Bütün psixiatrik xəstəliklərin başlanması üçün beyində, beynin ön bölgəsində, ön payında, yəni alın payı, frontal lob deyirik. Burada belə deyək ki, duyğu, düşüncə və davranışlar arasında vəhdətin pozulması ilə gedir. Bu zaman bizim idarə etmə, planlama, qərar vermə funksiyaları pozulur. Ön bölgənin fəaliyyəti zəifləyir. Arxa bölgədə isə əksinə fəaliyyət artır. Yəni bu zaman xəyal, röya dünyasında artır və psixozlar müşahidə olunur. Bu hal kəskin formada gedərsə biz buna psixotik pozuntular, psixozlar deyirik. Nisbətən yumuşaq, yüngül formada gedərsə nevrozlar, nevrotik pozuntular deyirik. Pasiyentdə nə baş verir? Valideyn deyir, doktor, bu heç belə bir deyildi və ya da ailə üzvləri deyil. Birdən-birə qəfildən özünə qapanmağa başladı. Hər kəs diqqətli olsun. Doktor hal-hazırda o əlamətləri söylüyor, hansı ki, hər birimizin gözündən qaça bilər. Yəni, Günay xanım, psixotik pozuntular, psixiatrik xəstəliklər, hansı klinik əlamətləri siz ətrafınızda olanda, ətrafınızda olan insanlarda hansı psixiatrik əlamətləri gördükdə, hansı klinik əlamətləri müşahidə etdikdə artıq burada bir həyəcan təbili çalmaq lazımdır. Əgər bu əlamətlərə biz psixiatrik xəstəlikdə prodromal əlamətlər, başlanğıc əlamətlər deyirik. Yəni bu zaman şəxsdə mənfi, negativ, defitsitar klinik əlamətlər olur. Hansı ki, normada hər birimizdə olan, lakin hər hansısa bir psixiatrik xəstəlik zamanı təhrif olunur, yəni pozulmuş bir klinik əlamətlərdir. Şəxs birdən-birə başlayır özünə qapanmağa. Həyatdan zövq almamağa başlayır. Maraq dairəsi enir. Oturduğu yerdən qalxa bilmir. Yatağından qalxa bilmir. Daim gün ərzində key-küt vəziyyətdə olur. Səhəri diri gözlü açıram, deyir doktor. Beynim susmur. Beynim daim fikirlidir. Mənasız düşüncələr düşünməyə başlayıram. Halbuki artıq o problem sönüb yatıb, amma mən hələ də ki onu düşünürəm. Və yaxud da ki, beynimdə daim olaraq öz ailə üzvlərimə, övladımın başına bədbəxt bir hadisə gələcəyini düşünürəm. Dayanmadan onu kontrol edirəm. Yığıram, zəng eləyirəm, soruşuram, maraqlanıram. Takıntılar yaranır. Beynimdə sanki sayrışan bir düşüncələr var. Və yaxud da ki, daim həyəcanda, təşvişdə oluram. Panik həmlələr keçirdirəm. Ürəyim sürətli vurur və təzyiq dərmanları buna cavab vermir. Və yaxud da ki, valideyn deyir, doktor, bu heç belə birisi deyildi. Evdə başlayıb artıq qeyri-adi maraqları formalaşmağa. Nə maraq? Halbuki bunun heç vaxtı dini bir istəkləri yoxdur. Soruşduqda deyir, mənə belə buyurublar. Özünü böyütmə sayıqlamaları yaranır. Mən böyük bir qüvvəyə malikəm, şəfalı əllərə malikəm, kimlərisə sağaldacağam, kimlərəsə belə ümid verəcəyəm. Şübhələri yaranır və bu halda valideyn nə deyir? Ətrafındakılar, vergi verilibdir. Apardıq mollaya, apardıq çıldağa və bunun cinni çıxartdılar. Uşağın bədəninə cin giribdir.
Bu cin deyil. Bu insanlar çox enerjili olurlar, yəni belə super gücün sahibi olurlar, yoxsa onlara elə gəlir ki, onlar böyük bir hansısa bir və yaxud da ki, onlara elə gəlir ki, bu çox belə deyək ki, yüksək vəzifəli insanlarla əlaqədədir. Deyir, mən müəyyən bir məsələlərin həll edəcəyəm. Və yaxud da söz verirlər. Bipolar affektiv pozuntunun maniyasında var. Mən sənə küllü miqdarda bankdan kredit verəcəm. Və yaxud da ki, hər hansısa bir işdə köməklik göstərəcəm. Və yaxud da ki, evdən maşını götürür, başlayır sürətli şəkildə. Yəni şişirdilmiş formada səslənən fikirlər. Özünü böyütmə sayıqlamaları olur. Və yaxud da ki, şəxs şübhələnir. Məni güdürlər, məni izləyirlər, məni təqib edirlər, mənə nəsə hiylə quracaqlar. Şəxsin təqib və təsir sayıqlamaları olur. Burada oturmuşamsa, məndə əgər ruhu xəstəlik varsa, günaha, mən sizin qoyduğunuz bu suyu içməyəcəm. Mənə elə gələcək ki, bu suyun içinə zəhər qatıblar, məni zəhərləyib öldürmək istəyirsiniz və bundan imtina eləyəcəm. Evdəyəmsə, evdə qidadan imtina edəcəm. Yeməyəcəm, içməyəcəm, başlayacaq çəkim düşməyə, arıqlamağa. Mənə elə gələcək ki, məni zəhərləyib öldürmək istəyirlər, mənə hiylə quracaqlar. Və yaxud da ki, biz hal-hazırda burada studiyada əyləşmişik, müzakirə aparırıq. Bizi izləyən, psixiatrik xəstəlik, psixozu olan pasiyent elə gəlir. Günay xanımla mən onun barəsində müzakirə aparırıq, ona doğru olaraq, ona yönəlik olaraq söhbət aparırıq, onun barəsində olan gizli məlumatı biz cəmiyyətə ötürəcəyik və yaxud da ki, ona elə gəlir ki, kosmosdan və yad planetdən onun beyninə şüalar vasitəsilə fikirlərini oğurlayırlar. Belə mesajlar alırıq. Həmin fikirləri... Yalnız mənə deyirsiniz, o sözü oradan deyir. Həmin fikirləri oğurlayıb cəmiyyətə verəcəklər. Əslində gülməli vəziyyət deyil, doğrudan da diqqət ediləsi çox ağır bir durumdur. Sizin qarşınızda kompüter var, telefon var. Həmin pasiyentə elə gəlir ki, mən pasiyentəmsə, mənim müayinəmə resept yazandan sonra möhür qoyuram. Möhrün üzərində olan işarələrin ona doğru yönəlik olduğunu deyir. Deyir, doktor, siz bilmirsiniz, gəlin sizə izah eləyim. Buradakı olan işarə mənə doğru yönəlibdir. Bu, hər hansısa bir, belə deyək, xüsusi hiylə qruplar, oradan ona işarətlər verirlər. Və yaxud da ki, belə bir ifadə işlədəcəm, burada diqqətli olsunlar. Hansı halda biz psixi pozuntulu şəxsi müəyyən edə bilərik? Şəxs dayanır, əl-qol hərəkətləri edir, dodaqaltı mızıldanır, başlayır nədənsə danışmağa. Üzünə çönüb baxdıqda ki, nə danışırsan, deyir, heç nə danışmıram. İlkin etapda şəxsin əgər öz xəstəliyinə qarşı tənqidi varsa, deyir, heç nə danışmıram. Xəstəliyin klinik əlamətləri dərinləşdikcə, şübhələri və paranoyaları kəskinləşdikcə, qulağına gələn səslər, biz buna halüsinasiyalar deyirik. Onu əgər deyirlərsə, dur buradan qaç, bura sənin yerin deyil, sənə xüsusi hiylə qruplar, səni tələyə salacaqlar. Artıq bu proses xronikləşdikcə başlayır səsli şəkildə danışmağa. Onlara qarşı reaksiya verir. Artıq bəzən bu pasiyentlərimizin müraciət edən valideynlər deyir, doktor, çıxıb küçədə qonşuların qabağında biabır olmuşuq. Əl-qol hərəkətləri eləyir, qeyri-etik ifadələr işlədir, öz-özünə danışıb gülür, qəhqəhə çəkir və yaxud da ki, dezorqanizə davranış edir, öz yaşına başına uyğun olmayan davranışlar etməyə başlayır. Və burada artıq, belə deyək, bəzən valideynlər çaşıb qalır. Görəsən, bu hansı xəstəliyin klinik əlamətidir? Burada altda yatan xəstəlik kimi şizofreniya, şizoaffektiv pozuntu, bipolar affektiv pozuntunun, maniyasının və yaxud da depressiyasının başlanması ola bilər. Və yaxud da ki, doktor doğdu, doğandan sonra oldu. Bu uşağı gül kimi ərə vermişdim. Heç nə olmamışdı ki. Getdi, belə deyək. Dünyaya gətirəndən sonra ər evinə getdi, hamilə qaldı, ondan sonra oldu. Yenə altını vurğulayıram, cızaraq deyirəm. İstər qadın doğdu, doğuşdan sonra mı oldu? Və yaxud da ki, istər hərbi xidmətə getdi. Bunlar hamısı sadəcə olaraq cəmiyyətimizdə yaranmış, belə deyək, yanlış miflərdir. Hər hansısa bir bu sadaladığım faktorlar psixoza səbəb olmaz. Bunlar sadəcə olaraq, məsələn, kimsə getdi, avtoqəza keçirdi. Hər avtoqəza keçirəndə psixoz olmur.
hər belə deyək ki, ərə gedəndə psixoz olmur, hər doğanda psixoz olmur, hər hərbi xidmətə gedəndə psixoz olmur. Demək ki, az da olsa var imiş, müəyyən səbəblər Bəli, səbəb ona təkan verdi. Bəli. Və yaxud da kimsə rəhmətə gedəndən sonra oldu, doktor bu belə deyildi. Bunlar sadəcə olaraq təkan verici faktorlardır. Bu stres faktorları beyində qabıqaltı mərkəzlərdə toplanıb qalır. Çox doğru qalır. qeyd edirsiniz. Yaş dönəmini çox ağır keçirən insanlar var. Allah heç kəsə göstərməsin, amma hər kəs də belə keçirmir. Demək ki, burada da bir problem var. Hansı ki, bunu 1 ay yox, 2 ay yox, 6 ay yox, illərlə yaşayan insanlar var. Bəzən hər bizim gün psixiatrik xəstəlikləri panik atakla adı altında müalicə edirlər. Təəssüf. Nədir bu? Pasient bəzən dodaqaltı danışır, gülür, mızıldanır. Valideyn deyir, doktor filan kəsin və yaxud da yeniyetməli çağında filan kəsin uşağı da belə idi də, eybi yox. Yeniyetməli çağda keçib gedəcək. Filan kəsin qızı da belə idi, oğlu da belə idi, keçib getmir. O panik atak dediyiniz uşağın yeniyetməlik vaxtında həyəcanlanması, həyatdan təcrid alması, evə qapanması, otağın işığını söndürüb sizlə eyni süfrə arxasında yemək yeməməsi, saçını yolması və yaxud da saç olma ilə başlayır, dırnağını yeməsi, özünə qapanması, ağlaması, həyatdan təcrid olması, çimməyib yummaması, qızdırsa menstrual sikli vaxtı, oğlandısa üzünü qırxmaması və yaxud da ki, qeyri-adi bəxt dediyim kimi maraqlarının formalaşması, bunlar hamısı hər hansısa bir xəstəliyə işarətdir. Burada diqqətli olmaq lazımdır. Çox diqqətli olmaq. Çox zaman hansı yaş qrupunda görülür Aytan xanım? Bunun üçün bir yaş kriteriyası var. Günay xanım, psixiatrik xəstəliklərin ən çox təkan verdiyi dövr yeniyetməlik çağıdır. 13-14 yaşlar. Xəstəlik başlayır nevrotik əlamətlərlə. Həyəcanlanır, təzyiqi qalxır, ürəyi bulanır, qidadan imtina edir, yeməməyə başlayır, özünü qusturur, anoreksiya ilə başlamış olur. Bəzən deyirlər, əşi yeniyetmədir də, biraz düzəlsin, diyeta saxlayır. Öz bədən kütlə indeksini arıqladır. Pəhrizdədir. Bu, nevrozların başlanması üçündür. Müəyyən bir etapda psixotik əlamətlərdə artıq bu proseslər dərinləşir. Öz-özünə dodaqaltı danışır, gülür. Belə deyək ki, müəyyən bir etaplarda belə deyək ki, durur, maniyadadır. Gecəni səhərə yatmır, telefon əlində, planşet əlində başlayır səsli musiqilər dinləməyə. Aytan xanım, yuxusuzluq da bu xəstəliyə təkan verir. Ümumiyyətlə Günay xanım, qeyd edərdim ki, yuxu, qidalanma, cinsəllik insanın psixi sağlamlığının göstəriciləri və vacib şərtlərdən biridir. Psixi sağlamlığın göstəricisi olan yuxu vacibdir. Yuxu pozulduqda və yaxud da yuxunun pozuntusu kimi tək yuxu pozuntusu müalicə olunmamalıdır. İnsanın yuxusu pozulubsa, bunun altında yatan səbəbi ən yüngül xəstəlik olan panik atak, təşviş pozuntusundan tutmuş, ruhu xəstəliyi olan şizofreniyaya qədər gedə bilərik. Ağırlaşdırırmı onda yuxusuzluq? Ağırlaşdırır. Birdən də ən çox bizim pasiyentlərdə olur, doktor, məndə panik atakdır, görən şizofreniya ola bilərəmmi? Yox. Panik atak nevrozdur, nevrotik pozuntudur. Həyəcan təşviş pozuntusu nevrotik pozuntudur. Siz o xəstəliyi daşıyan kəs 30-35 yaşında şizofreniya ola bilməz. Amma 13-14 yaşlarda panik həmlələri varsa uşaqda, belə deyək ki, həyatdan təcrid olubsa, özünə qapanıbsa, dərsdən qaçırsa, dərsə getmirsə, dərs performansı aşağı düşübsə, diqqəti dağınıqdırsa, valideynlərin üzünə qayıdırsa, aqressivdir, impulsivdir, davranış pozuntusu varsa, burada artıq həyəcan təbili çalmaq lazımdır. Valideynlər çox diqqətli olmalıdırlar. Bu yaşlarda ümumiyyətlə və dəfələrlə olub, bizə müraciət eləyən insanlar olub. Mən daim Aytan xanıma yönləndirmişəm onları. Hansı ki, mən burada danışmaq istəmirəm və günün elə bir saatıdır ki, biz bu haqda danışa bilmərik, amma valideynlər bilsinlər ki, bax bu özünə qapanlıq, kimlənsə ünsiyyətə girməmək, hər kəsdən çəkinmək, evdə o aqressiv hərəkətlər bu yeniyetmə dövrünün əlamətləri deyil. Qohum dedi ki, mənim də uşağım belə idi, əmsi qızında da belə olmuşdu, xalası oğlunda da belə olmuşdu. Bunları dinləyib öz övladınızı o, belə deyim, ağır fəsadların əlinə verməyin. Çünki elə hallar yaşana bilər ki, bu zaman artıq geri dönüş olmaz. Yəqin ki, anladınız mən nəyi söyləmək istəyirəm. Ona görə bu hallarda mütləq həkim psixiatra müraciət etmək lazımdır. Vaxtında müraciətlər olarsa, mən bunu vurğulayıram nəyə görə? Düzgün mütəxəssisə müraciət olunarsa, vaxt itirmədən müraciət olunarsa və o problem ötürülməzsə, düzgün anlaşılarsa. Nədən gedir? Bizə müraciət edən pasiyentlər çox təəssüf ki, Günay xanım, xronikləşmiş olur. Niyə? Çünki psixiatriya biraz tibbin elə bir sahəsidir ki, hər zaman cəmiyyətin qorxu yaradacaq sahəsidir. Çünki hər zaman cəmiyyətimizdə bu ada qarşı bir stigmatizasiya var. Bəzən zənglərdə də deyirlər, doktor,
Gələndə deyin ki, siz nə bilim nefroloqsunuz. Gələndə deyin siz kardioloqsunuz. Deyirəm gələndə deyə bilmərəm. Niyə? Çünki mənim qapımın qarşısında da psixiatr yazılıb. İçəri girəndə də o yazılıb. Psixiatriya tibbin elə bir sahəsidir ki, bu biz beyin müalicə edirik. Biz insanların ən mükəmməl olan orqanının müalicəsindən məşğuluq. Bəli. İnsanın beyin hüceyrəsindən məşğuluq. Bu, belə deyək ki, cəmiyyətimizdə beyin elə bir orqandır ki, bizi idarə edən orqandır. Burada utanılmalı bir şey yoxdur. Hərdən pasiyentlərə deyirəm ki, hər birimiz psixiatrik pozuntunun, şəxsən mən özüm belə, gələcəkdə nə olacağından heç birimiz sığortalanmamışıq. Cəmiyyətimizin ən belə deyək ki, kasıb təbəqəsindən tutmuş imkanlı təbəqəsinə qədər bu pozuntu yaranacaq və buradan heç kim qaçılmayacaq bir pozuntudur. Bu elə bir pozuntu, bunu həkim də yoluxa bilər, müəllimi də yoluxa bilər, aparıcısı da yoluxa bilər. Aynen. Burada yəni ki, şişirdiləcək. Beyində baş verən bir kimyəvi proses kim deyə bilər ki, mənim başımda bu baş verməyəcək? Pozuntu deyil. Bəli, ona görə özümüzü qorumalıyıq, yuxumuza, həyat tərzimizə, qidamıza fikir verməliyik və hal-hazırda psixoz keçirmiş insanlar bizə yazırlar. Mən istəyirəm onların sualını səsləndirim. Qorxurlar, çəkinirlər, amma mən bilirəm ki, siz çox savadlı şəkildə bu sualı da cavablandıracaqsınız. Psixoz keçirmiş insan tam sağala bilər? Çox gözəl bir mövzuya, suala toxundunuz Günay xanım. Psixoz, əgər burada kəskin psixoz başlayırsa, bəzən qeyd etdiyim kimi insultdan, ensefalitdən, travmadan sonra yaranmış psixoz halları tamamilə sağalır. Əgər burada şizofreniyadsa, şizoaffektiv pozuntudursa, bipolar affektiv pozuntudursa, biz bildiyimiz kimi bunlar psixiatriyanın xroniki xəstəlikləridir. Heç bir həkim, yəni mütəxəssis olaraq burada biz aldada bilmərik pasiyenti. Bunlar tam remissiya mərhələsi gəlir. Yəni remissiyanın özü nisbi sağalma deməkdir. Bəzən pasiyentlərimiz var ki, 8 il, 7 il, 9 ildir, 10 ildir remissiya mərhələsindədir. Heç bir əlamət görünmür. Heç bir əlamət yoxdur. Qripin özü, onkoloji xəstəliklər, ürək xəstəliklərinin biri hansı həkim qaranti verə bilər ki, bu qayıtmayacaqdır? Bəli. Tam sağalmanın və dərmanla biz bunu elə bir həddə çatdırırıq. Həmin xanımımız ərə gedib uşaq doğur, məktəbə də gedir, oğlan evlənir, sağlam uşağı da olur. Yəni burada o şəkildə müalicə edirik ki, kənardan baxan, bəzən mənə zənglər gəlir, doktor, bir dənə arzumuz ondan ibarətdir ki, bunu cəmiyyətə qoşasınız. Deyirəm, dediklərimi etsəz, müalicəyə vaxtında gəlsəz, dozalardan qaçınmasaz, həkimin dediklərini əməl etsəz, uşağınız vəziyyətdən çıxacaq, sağlam həyatına qədəm qoyacaq, əvvəlki kimi işləyəcək də, belə də həyat fəaliyyətini davam etdirəcək. Yetər ki, siz dərman preparatlarını kəsməyəsiniz və həkimlə mütəmadi əlaqədə olasınız. Bəli, və erkən müraciət edəsiniz, vaxtında müraciət edəsiniz. Çünki erkən müraciət müalicənin yarısıdır. Hal-hazırda studiyamızın qonağı dəyərli həkim psixiatr Aytən Namazova. Əlaqə nömrələrini ekranlarda görürsünüz. 050 377 54 22, 099 377 54 22. Qısa fasilədən sonra elə sizin suallarla davam edəcəyik. Tamaşaçılar, hər kəsi salamlayıram. Yeni qoşulan tamaşaçılarımız üçün söyləyim ki, hal-hazırda Sağlam Gün Ay canlı qarşınızdadır və bu isə o deməkdir ki, hər an bizə qoşula bilərsiniz. 055 254 0106 və dəyərli həkim qonağımızı bir daha sizə təqdim etmək istəyirəm. Həkim psixiatrımız Aytən Namazova ilə çox vacib bir mövzuda danışırıq. Xoş gəlmisiniz dəyərli doktorumuz bir daha. Və mən söz verdim ki, tamaşaçı sualları ilə davam edəcəyik və onların suallarını ümumiləşmiş şəkildə təqdim etmək istəyirəm. Elə bugün yeri gəlmişkən Instagram səhifəmizdə bir paylaşımımız olacaq. Aytən xanımla müştərək olaraq həmin bu paylaşımı da Sağlam Gün Ay ATV Instagram səhifəsindən izləyə bilərsiniz. Belə bir sual vermək istəyirəm Aytən xanım. Əgər insan səslər eşidirsə və yaxud da nələrsə görürsə, yəni olmayan şeylərdən söhbət gedir, bu artıq psixoz hesab olunur? İnsanın qulağına gələn səslər, biz buna halüsinasiyalar deyirik. Səs insanın beyninə tanış adamlarının və yaxud da ki, tanıdıqları insanların səsləri gəlir. Səslər onlara əmrlər edir və yaxud da ki, göstərişlər verir. Dur, buranı tərk et, yemək yemə, su içmə, sənin yeməyinə zəhər qatıblar, səni zəhərləyib öldürəcəklər deyə. Bu səslər onu təsir göstərir, səslər onu təqib edir. Bunlar halüsinasiyalardır və eyni qaydada paranoyalar müşahidə oluna bilər. Biz buna şübhələr
sayıqlama ideyaları deyirik. Şəxsdə həmin bu şübhələr fonunda şəxsə elə gəlir ki, onu güdüb izləyirlər, onu təqib edirlər və yaxud da ki, qonşu qohum danışır, 2 nəfər onun barəsində danışırlar, ona tələ quracaqlar, ona hiylə quracaqlar, qadındırsa ona gəlir ki, onun övladını oğurlayıb aparacaqlar, zəhərləyəcəklər. Bu kimi fikirlər, şübhələr, paranoyalar, sayıqlama ideyaları, eyni zamanda halüsinasiyalar, şizofreniya, şizoaffektiv pozuntu, bipolar affektiv pozuntu, həmçinin doğumdan sonraki psixoz, major depressiv, yəni böyük depressiyaların sayıqlama ideyaları ilə müşahidə olunan formasında, epilepsiya zamanı psixozlarda, üzvü xəstəliklər, insult, ensefalit, travmadan sonra müşahidə oluna bilər və bəzən isə nevrotik pozuntu kimi görünən xəstəliklərin prodromal əlaməti kimi ola bilər. Aytan xanım, hansı əlamət artıq təcili psixiatr qəbuluna getmək üçün bir işarədir? Şəxs qidadan imtina edib, yeməməyə başlayır. Ona elə gəlir ki, onun yeməyinə zəhər qatıblar. Yuxusu pozulub, səhərə qədər yata bilmir, durub evdən bayıra qaçır. Qonşu və qohumları, belə deyək ki, həyətdə olan şəxsləri də narahat etməyə başlayır. Səsli formada öz-özünə danışır və yaxud da ki, evə qapanır, pəncərəni, qapını bağlayır, ona elə gəlir ki, çünki bunlar şübhələrdir. Kosmosdan, yad planetdən onu idarə edirlər. Şəxs narahat olmağa başlayır, dodaqaltı danışır, səsli formada danışır, əl-qol hərəkətləri ilə danışır. Evdə hər kəsdən təcrid olur, özünə qapanır. Və yaxud da çinmir, yuyumur, öz gigiyenik qaydalarına əməl etmir, işini icra edə bilmir. Məktəblidirsə, məktəbdən imtina edir, dərsə getməməyə başlayır. Və bu sadaladığım bu kimi klinik əlamətlər ciddi bir psixiatrik pozuntunun prodromal, yəni başlanğıc, biz buna mənfi və ya da defitsitar klinik əlaməti ola bilər. Aytan xanım, əslində mövzu çox geniş mövzudur və bacardığınız qədər çox savadlı şəkildə bu əlamətləri, valideynlərin diqqətini cəlb edəcək əlamətləri söylədiniz. Hansı ki, biz hər birimiz diqqətli olmalıyıq və istənilən yaş qrupunda görülə bilən hallardır. Həm psixoz, həm nevroz. Ona görə gəlin özümüzü qoruyaq. Yenə deyirəm, yuxu saatımıza, qidalanmamıza, həyat tərzimizə fikir verək. Aytan xanım, təşəkkür edirəm sizə. Mən sizə təşəkkür edirəm. Ətraflı məlumat verdiyiniz üçün və təbii ki, kəskinləşmədən vaxtında həkimə müraciət etmək şərtdir. Həkim psixiatrımız Aytan Namazova bizlə bərabər idi. Dəyərli doktorumuzun əlaqə nömrəsini ekranlarda görürsünüz. 050 377 54 22, 099 377 54 22. Qısa fasiləmiz bir neçə saniyəlik olacaq. Heç yerə ayrılmayın. Çox dəyərli mütəxəssisimizlə yenə çox maraqlı bir mövzuda sizə faydalı olmağa çalışacağıq. Ekrana daha yaxın əyləşin.